doktorun əməliyyat otağındayıq. Birazdan əməliyyat olacaq. Mən buranı tərk edəcəm. Sana xanım, gəlin. Çox minnətdaram. Bugün Sana xanım öz övladını, öz yeganə övladını Allah xoşbəxt eləsin. Sənan doktora etibar edibdir. Yalnız Sənan doktora etibar edirəm. Çünki 3 il bundan öncə Sənan doktor sağ-sol aşağı çənədə sümük köçürməklə birgə mənə implantlar etdirmişdir və deyim ki, 3 ildir mən kabab da yeyirəm, alma da yeyirəm, bütün ağır nə yeməklə özdə bilirsiniz ki, çeynəyən hissədir də, şükürlər olsun. Ona görə mən evladımı ancaq etibarlı əllərə etibar edə bilərəm. Bəli, Azərbaycan Tibb Universiteti ağız və üz çənə cərrahiyyəsi kafedrasının doktoru, həkimlərin müəllimi. Doğrudan da yəni etibar olunması həkimdir, həm xasiyyətcə gözəl, həm işinin peşəkarı. İnsan kimi insan, necə deyərlər, həkim kimi həkim, üstəlik də ki, maşallah olsun, bu insan o dilləri bizdə el arasında, kəllilərdir də kəllər. Mükəmməl neçə də dilləri də bilir, o maşallah olsun. Məndə burada, bax, göstərə bilərəm də, burada götürə də bilərsiniz. Sağ-sol. Hamısı? Aşağıları Sənan doktor eləyib, biz 3 il ondan qalan. Nə laxlama yoxdur. Nə bilmə yoxdur, maşallah olsun, hə, tü, bax, o qızıl əlləri ilə eləyib. Əsr xanlara layiq olan iş xan kişiyiz. Sana xanım qızına, burada da radikulär kista var, böyük bir kista var kənarda, 2-3 dişi əhatə edib. Biz burada düşünürük, dişi saxlayaq, amma indi ola bilər ki, diş çəkilsin, çünki biraz xoşumuza gəlmədi, ağız vəziyyəti, dişdə laxlama var, sümük gedibdir və gələcəkdə bura bir dənə gözəl, yaxşı sistemin implant əkəcək, bir də sümük köçürəcək. Arası bizim prosedurumuz 20 dəqiqə vaxt olacaq, cəmi 20 dəqiqə plastik dişlərdən örtəcək yaranı, ondan sonra da yerli keyləşdirməklə. Yerli keyləşdirmə plus sedasiya, orada bilirsiniz də, yəni xüsusi iğnələr vurulur ki, pasient mühündürləri yuxu kimi olsun, stres yaşamasın. Əsas yerli keyləşdirmə çox güclüdür. Artıq pasienti yerli keyləşdirməyə də aparmışıq. İndi işə başlayırıq və hər şey uğurlu olacaq. İzləyər istiyoruz. İnşallah doktorum, sizə əməliyyatda uğurlar arzu edirəm. Sona xanımı da bilirəm ki, görüb müraciət edənlər çox olacaq. Çox sağ olun. Endirim olacaqmı implantlara, əməliyyatlara? Ümumiyyətlə, biz bu ayda sizinlə bir yerdə biz fikirləşmişik endirim 30% implantlara, pasientlər müraciət edəsinlər, sümük köçürməyə də xüsusi yanaşma və diş çəkilməsinə də, yəni prosedur daxil ödənişsiz olacaq. Bunları biz icra edəcəyik. Bəli, əziz izləyicilərim, doktorumuz gedir əməliyyata. Siz də ağız boşluğunuzda üz, çənə problemləri varsa, Sona xanım, olur ki, insanlar anadan gəlmə kompleksindən doğulurlar, çənə problemləri, üzrə deformasiyalar olur. Kimdəsə çənə görürsünüz, qabağı olur. Və bu geri olur. Bəli. Yəni, əməliyyatla müraciət edə bilərsiniz doktorunuza. Yəni, o əməliyyat elə bir əməliyyatdır ki, Sona xanım, buradan üçlü sinir gedir. Bəli, o zədələnsə, təbii ki, birbaşa ömürlük iflic olur. Ona görə də peşəkara müraciət edin, doktorunuza müraciət edin. Sənan doktor, öz işinin peşəkarı, gözəl insan. Mən sizə bir şey deyim də, əməliyyatdan öncə qızım həyəcanlanır. Mən deyirəm, balam, həyəcanlanma. Mən bir dəfə artıq olmuşam Sənan doktorda əməliyyat. İnan mənə ki, 100 kərə də desə ki, əməliyyat olmaq lazımdır, mən oynaya gələcəm. Çünki həqiqətən də mənim əməliyyatım elə keçmişdi ki, biz elə həkimlə bir günlük danışa Sənan doktorda Biz gözləyik. Sona xanımla eyni ərazidə yaşayırıq və hər axşam yürüyüşdə qarşılaşırıq. Bəli, və hər dəfə deyirik ki, eşq olsun, idman edənlərə. Və yaz, qış, qar yağsın, yağış yağsın, fərq yoxdur, biz yürüyürük. Bəli, mütləq, ona görə də daimi görürsünüz ki, maşallah olsun, formadayıq. Siz də sağlamlığınızı Canımızın qədrini bilirik, öz canımızı da peşəkarlara həvalə edirik. sağlam gülüşə, sağlam həyata sahib olun. Sağlam gülüş Sənan doktoruna. Bəli. Toçkada burada girəcəyik, təmizləyəcəyik. Şurada qozacaq. Atır mı?